Aprelin 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcək, lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12 dərəcə, gündüz 21-26 dərəcə isti. Dağlarda gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq.